Gəlin bugün inanılmaz bir qərar verən çox məşhur bir professorun tamamilə real hekayəsinə baş vuraq. Təsəvvür edin 1880-ci illər. S.A. Raçinski o dövrün Moskva Universitetinin demək olar ki, ən parlaq simalarından biridir. Həqiqi bir ulduz idi yəni. Tələbələr, həmkarlar hamı ona heyran idi və qarşısında çox parlaq bir gələcək uzanırdı. Amma sonra şöhrətinin lap zirvəsində olanda birdən-birə işdən çıxdı. Bu qərar əlbəttə ki, Moskvanın bütün ziyalı təbəqəsini şoka saldı. Hamının beynində bircə sual fırlanırdı. Həqiqətən də, bir dahi niyə belə nüfuzlu bir vəzifəni atıb, gedib sadə bir kənd müəllimi olsun ki? Gəlin birlikdə bu hekayənin dərinliklərini enək və görək, Professor Raçinskini hər şeydən əl çəkməyə nə vadar edir? Professorun bu qərarı təbii ki, ətrafındakılar tərəfindən heç də yaxşı qarşılanmadı. Həmkarları sadəcə şokda deyildilər, onların reaksiyası demək olar ki, inamsızlıq və hətta qəzəbin bir qarışığı idi. Hətta universitetin rektoru ona deyir ki, sən nə, ağlını itirmisən, gedib kimsəsiz adada Robinson Crusoe olmaq istəyirsən? Dostları, həmkarları, heç kim bu qərarı anlamırdı. Hamı bunu böyük bir istedadın hədər getməsi kimi qiymətləndirirdi. Onların məntiqi belə idi. Deyirdilər ki, bax, universitet professoru okeanları aşan nəhəng bir gəmidir. Kənd müəllimi isə sadəcə insanları bir sahildən o birinə keçirən kiçik bir qayıqdır. Yəni sən özünü, öz bacarıqlarını dipsiz bir quyuya atırsan. İstənilən gənc məzun gedib kənddə dərs deyə bilər, amma Moskva Universiteti sənin kimi bir zəkanı asanlıqla tapa bilməz. Bütün bu tənqidlərə, bu təzyiqlərə baxmayaraq, Raçinskinin onlara çox güclü, hətta deyərdim bir növ peyğəmbərcəsinə bir cavabı var idi. O deyirdi ki, yox, mən istedadımı heç bir uçuruma atmıram. Tam əksinə, mən xalqın içində itib batmış yeni istedadları, yeni dahiləri üzə çıxarmağa gedirəm. O, Rusiyaya başqa cür baxırdı. Onun gözündə Rusiya laqeydlik və cəhalət altında qalmış, amma əslində böyük, hələ kəşf edilməmiş potensiala malik bir xəzinə idi. Gəlin o dövrün Rusiyasına baxaq. Bir tərəfdən reallıq bu idi. Əhalinin 60%-i savadsız idi. Ölkə paltardan tutmuş düyməyə qədər demək olar hər şeyi xaricdən alırdı. Məktəblər barmaqla sayılacaq qədər az, müəllimlər isə çox zəif idi. Amma digər tərəfdən potensial nə idi? Xalq özü əslində çox ağıllı və bacarıqlı idi. Torpaqlar kömürlə, dəmirlə, neftlə zəngin idi. Raçinski də elə bunu deyirdi. Milyonlarla beyin sanki şumlanmamış torpaq kimi boşuna qalıb. Yəni ölkə bu qədər zəngin olduğu halda xalq yoxsulluq içində yaşayırdı. Çünki heç kim nə bu sərvətlərdən, nə də öz beyninin gücündən istifadə etməyi bilmirdi. Onun çox məşhur bir sözü var, deyir ki, Rusiyada milyonlarla sönmüş şam var, bir anlıq təsəvvür edin ki, o şamların hamısı eyni anda yanmağa başlayır. Bax, onun missiyası da elə buydu. O, insan almazlarını axtaran bir xəzinə ovçusu olmaq, qaranlıqda qalıb itib batan o parlaq beyinləri tapmaq və onlara işıq vermək. Beləliklə, Raçinski yola düşür və doğma kəndi Tatevoya gəlir, amma heç də gözlədiyi kimi onu qucaq açıb qarşılamırlar. Əksinə, hər tərəfdə bir şübhə, bir inamsızlıq vardı. Düşünün, Təhsil Nazirliyi ondan şübhələnir ki, bəlkə bu inqilabçıdır. Yerli torpaq sahibləri deyirlər ki, kəndlilər vəhşi heyvan kimidir. Onlar ancaq kötəkdən anlayar. Kəndlilərin özləri isə pıçıldaşırdılar ki, görəsən bu şəhərli, bu ağıllı adam bizi hamısı tələni qurur. Amma Raçinski bütün bunlara baxmayaraq heç ruhdan düşmədi. Qərara gəldi ki, ilk dərsini biraz fərqli, biraz sehirli başlasın. O dərsə başlayır. Əvvəlcə uşaqlara boz, heç bir dəyəri olmayan bir dəmir parçası göstərir, sonra eyni siyirmədən çıxarıb masanın üstünə çox gözəl, mexaniki bir oyuncaq quş qoyur. Quş gəzir, oxuyur və uşaqlara üzünü tutub deyir, bax, bu quşu o dəmir parçasından düzəldən adam əsl sehirbazdır və sizin hər biriniz öz sənətinizdə belə bir sehirbaz ola bilərsiniz. Gördüyünüz kimi o təhsili quru-quru əzbərçilik kimi yox, dünyanı və özlərini dəyişdirə biləcək bir möcüzə, bir sehir kimi təqdim etdi. Və bilirsiniz nə oldu? Onun bu metodu həqiqətən də işə yaradı. Həm də elə nəticələr verdi ki, bütün ölkə heyrət içində qaldı. Məsələn, gəlin onun tələbələrindən birinə baxaq. Nikolay Bogdanov-Belski. Yaxınlıqdakı kəndlərdən birindən gələn, rəsm çəkməyə anadan gəlmə istedadı olan bir oğlan. Raçinski bu istedadı Tatevo məktəbində kəşf edir. Sonra o Sankt-Peterburqdakı Gözəl Sənətlər Akademiyasına daxil olur, hətta təhsilini bitirmək üçün dövlət hesabına İtaliyaya göndərilir. Və nəticədə həmin o kəndli oğlan Rusiyanın ən məşhur rəssamlarından birinə çevrilir. Bogdanov-Belski sonralar öz məşhur əsərlərində həm müəllimini, həm də o məktəb illərini unudulmaz edəcəkdi. Bu hələ hamısı deyil. Başqa bir tələbəsi var idi. D.K. Zabolotny. Bu oğlanın isə kimyaya inanılmaz həvəsi və bacarığı vardı.
O da Tatevo məktəbində Raçinskinin rəhbərliyi altında parlayır. Düşünün, cəmi 15 yaşında Moskvada çox çətin universitet imtahanlarından keçir. Sonra yolu Parisə Louis Pasteur'in məşhur institutuna düşür və oranın ulduz tələbəsi olur. Hətta Pasteur'in özü onu vəba epidemiyasını araşdırmaq üçün Hindistana göndərir. Artıq bir vaxtlar Raçinskiyə dəli deyib lağ edən Rusiya qəzetləri indi onun tələbələrinin bu ağlasığmaz uğurlarından yazırdılar. Amma gəlin anlayaq ki, Raçinskinin bu işi sadəcə bir məktəb layihəsi değildi. Bu, əslində yavaş-yavaş çürüyən bir imperiyala edilmiş çox ciddi bir xəbərdarlıq idi. Onun daha bir tələbəsi, Aleksandr Vasilyev, sonradan keşiş olur. Amma elə bir keşiş ki, onun moizələri fəhlələrdən tutmuş ta aristokratlara qədər hamının diqqətini çəkirdi və o, bu mövqeyindən istifadə edərək Rusiyanın hakim dairələrinə çox kəskin bir mesaj verməyə çalışırdı. O xəbərdarlıq edirdi ki, minlərlə insanın ürəyi nifrətlə, intiqam hissi ilə doludur və əgər bu nifrət bir gün partlasa, qarşısındakı hər şeyi silib süpürəcək. Bu dəhşətli bir fəlakət olacaq. O ölkənin təməlinin çürüdüyünü deyirdi, amma yuxarıdakılar ona sadəcə sadəlöv bir xəyalpərəst kimi baxıb, dediklərini ciddiyə almırdılar. Vasilyev hətta çarın özü ilə görüşüb, xalqın yoxsulluğundan çəkdiyi əzablardan danışır. Çarın cavabı isə çox sərt olur. Mənə bu qəzət nağıllarını danışma, xalqa nə lazım olduğunu mən səndən yaxşı bilirəm. Bax beləcə, Raçinskinin tapıb üzə çıxardığı, xalqın içindən gələn bu səslər hakimiyyətdəkilər tərəfindən tamamilə görməzdən gəlindi. Və təəssüf ki, bu peyğəmbərlik gerçəkləşdi. 1900-cü illərdə Kişiş Vasilyev yalvarır, xəbərdarlıq edir. 1910-cu illərdə elita onun sözlərini fantaziya adlandırıb rədd edir. Və 1917-ci ildə qaçılmaz son gəlir. Rusiya inqilabı başlayır və köhnə rejimi darmadağın edir. Raçinski özü bu fəlakəti görmədən dünyasını dəyişmişdi, amma inqilab onun tapdığı almazların çoxunu məhv etdi. Alim Zabalotni güllələndi, Kişiş Vasilyev isə çox böyük əzablara məruz qaldı. Bax belə, Profesör Raçinski hamının gördüyü, amma fərqinə varmadığı dahiləri, o gizli almazları axtarmağa getmişdi. Bu da bizi bir suala gətirib çıxarır. Bəs bugün bizim öz cəmiyyətimizdəki o gizli almazlar haradadır? Və bəlkə də daha vacib sual budur. Biz onlara qulaq asırıqmı?